Mən növbəti suala baxırıq. Davam edirik. Deyir 16-cı sualda bağa hansı fiquru çəkəcək? İlk öncə təkrarla 4 dəfə. Deməli bu kvadrat mötərizənin içərisindəki nə varsa 4 dəfə izah edəcək. Birinci irəli 200 bilirik ki, bağa belə baxır, yuxarıya doğru baxır. İrəli 200 deyəndə belə bir e, xətt çəkdik. Sağa 135 dərəcə. Bunu buradan 90 dərəcə ilə ayırsaq, bura 90-dırsa, bu ortasından artıq olacaq 135 dərəcə. 135 dərəcə sağa döndü artıq və irəli 100 gəldi. İrəli 100 çox da uzun eləməyək ki, bunu keçməz. Sonra sağa 45 dərəcə yenə. Buradan belə 90-dırsa, bu yana dönmək 90-dırsa, bunların ortasından öldürə qədər 45 dərəcə. Sonra deyir ki, neyləsin? 45 dərəcədən sonra təzədən qayıdır, 200 gəlsin. 200 gəldi, belə bir şey. Şəkil ola bilər, biraz səliqəsiz olsun. Amma əsas məqsədi başa düşək. Sağa 135 dərəcə. 90 dərəcə ilə ayıraq. Bura 90 dərəcə dönmədisə, 135 dərəcə bundan biraz səri olur. Və irəli yenə 100. 100 elə gəlib, buna bitişəcək burada. Sonra sağa 45 dərəcə. Bu belə gedirsə, deməli, buradan belə ayırsaq, bu yana 90 dərəcə dönmədisə, buradan ortaya deməli 45 olacaq. Və irəli 200. Və yenə eyni şey təkrarlanacaq. Nəticədə bizə belə bir fiqur verəcək. Bu da daha çox paraleloqrama oxşayır. Bunlardan heç biri deyil. A deyil. Çünki bir dəfə 100 gedir, bir dəfə 200. Üçbucaq heç deyil. Sınıq xətti deyil. Qapalı xətt verdi bizə çünki. Trapesiya ola bilməz. Nəyə görə? Çünki trapesiyada oturacaqlar paralel olmalıdır. Cavabımız olacaq nə? Paraleloqram. B variantı. Və paraleloqrama da oxşuyur. Yenə bir dənə Apollopos sualı çıxdı qarşımıza. Deməli, dəyişənləri verib təkrarla 2 dəfə. Nəyi təkrarlasın? X plus Y. Deməli, X neçədir? 12 plus 7, 19. Y neçədir? Deməli, Y plus X. X plus Y-dən X tapmışdıq. Düzdürmü? Qoyuruq burada yerinə. Bu X-in qiyməti oldu. Y plus X. Y neçədir? 7. X-in qiyməti neçədir? 19. Deməli, Y də bizə verdi nə? 26. S bərabərdir S plus X plus Y. Deməli, S 3-dür. 3 plus X 19 plus Y neçədir? 26. Bu da bizə nəyi verdi? 22, 48. Daha sonra yenə ikinci dəfə bunu izah edirik. X bərabərdir X plus Y. X-in qiyməti 19 plus 26. Bu deyilir 45. X-in yeni qiyməti 45. Y-in yeni qiyməti bunlar toplanır yenə 45 plus 26 eləyir 71. S-nin də qiyməti 48 plus X-in qiyməti 45 plus Y-in qiyməti 71. Bu da bizdə eləyəcək neçə? 80, 150, 164. Və bizdən aralarında boşluq qoymaq şərtilə X, Y, S-nin qiymətləri istəyir 45, 71, 164. C variantı. Uyğunluğu müəyyən edin. Sistem proqramları, tətbiqi və proqramlaşdırma. Deməli, ScanDisk, sonra başqa görək nə var? Android. Bunlar hamısı bizdə nəyə aiddir? Sistem proqramları. Aynen Y getdi 1-ə. Daha sonra tətbiqi proqramlar. Tətbiqi proqramları deməli burada Scribus aiddir, bir də Photoshop. C və D getdi 2-yə. Proqramlaşdırma aləti isə burada yalnız Python, daha doğrusu Pascal-dır. AYSDB. AYSDB. Y variantı.
Məntiqi qanunlardan istifadə edək, sadələşdirin. Riyazi məntiqdən bu abituriyentlərə düşmür, amma mix sertifikasiya düşə bilər. Bu işarə inkarı bildirir. A plus B-nin inkarı. Bunu mötərizədə yazma da bilərik əslində. Yox. Vurulsun A, vurulsun bir dənə B-nin inkarı. Bu ifadənin açılışından biz alırıq ki, A-nın inkarı plus olur vurma. Vurulsun B-nin inkarı. Yəni bu ifadənin açılışı bu demək. Vurulsun A, vurulsun B-nin inkarı. Heç davamına ehtiyac yoxdur. A və A-nın inkarı və A varsa burada, yəni ədədin özü inkarına vurulanda, yəni A 1-dirsə, A-nın inkarı 0 deməkdir. Həmçinin B, burada B deyilsə, A-ya 1 desək, A-nın inkarına avtomatik 0 deyirik. Yəni 2 dənə hal var, ya 1 deyə 0. A-ya 1 deyəndə A-nın inkarı 0 olur. Yaxud tərsinə, bu 1 olanda bu 0 olur. Ona görə 0 və 1-in asılı da bizə nə verir? 0 verir. Cavabımız olur B variantı. Nisbətən asan salınmışdır burada. Yalnız giriş qurular. Yalnız modem həm girişdə həm çıxış bu deyil. Sensor ekran həm girişdə həm çıxış bu da deyil. Qrafik planşet yalnız giriş qurğusudur. Proyektor çıxış qurğusudur. Mikrofon yalnız giriş qurğusudur. Monitor çıxış qurğusudur. Cavabımız oldu 3 və 5. 21-ci suala baxaq. Bir klasterin ölçüsü 4 kilobayt olan bir diskə yazılmış 21 kilobaytlıq disk. File disk nə deyirdir? Deməli, bir klasterin ölçüsü 4 kilobaytdır. 21 kilobaytlıqda bizim nəyimiz var? Faylımız var. Klaster məsələlərində əgər yadınızdasa elə testlər çox işləmişdik. Deməli, burada nə var? Faylın həcmi 21 kilobaytdırsa, bunu bölürdük klasterə. Klasterin həcmi. Eləyirdi 5 və qalıq nəsə. 1 qalıq 1. Qalıq önemli. Yəni 5-dən sonra qalıq varsa orada, neçədirsə fərqi yoxdur. Deməli, 5 götürə bilmərik bunu. Çünki o 1 artıq qalır. Onu da yaddaş yazmaq üçün əlavə bir klaster lazımdır. Bunun üstündə artıq 6-cı klaster gəlir, yəni tələb olunur. Nə bil ki, 5 dənəsi dolu. Amma biraz qalıb. Bunlar tam dolu. Bu gələcək yarıya qədər dolacaq. Ona görə olur. Amma tam göstərir də bunu kompüter. 6 vurulsun 4, 24 kilobayt. Deməli, 6-nı klasterləyəcəkdə hər biri 4 kilobayt olduğundan, yəni fayl diskdə nə qədər ümumi yer tutacaq? 24 kilobayt, yəni 21 kilobayt yox. Bu yarıya qədər də olsa da nə olmur? Elə özü qədər götürülmür, tam götürülmür. Çünki bunu kompüter tam olaraq başa düşür. Yəni burada lap 0.1 belə olsaydı yenə tam götürəcəkdi. Yəni 6 dənə klaster, biri 4 kilobaytdan 24 kilobayt. 22-ci sual. Adı M hərfi ilə başlayan, L hərfi ilə bitən və TXT olan faylların siyahısına baxınız. M-lə başlayır, L-lə bitir. Belənlər barəsində bir sualdır. M-lə başlasın deyir, L-lə bitsin və TXT olsun. Deməli, baxırıq A variantına. M-lə başlayıb L-lə bitməsi üçün. A variantı uyğundur elə ki, C-yə baxaq. Burada artıq yalnız bir simvol qoya bilərik. Yalnız bir simvol qoya bildiyimiz üçün, məsələn, tutaq ki, burada 5 simvolluq, bunların arasında 5 simvol var. Amma burada sual qoyduğu üçün artıq onu məhdudlaşdırıb bunu yaza bilmərik. C variantı olmaz, Y variantı da olmaz. Çünki sualın yerinə yalnız bir simvol qoya bilirik. Mümkün deyil. B variantında problem haradadır görək. Yalnız TXT deyir. Çünki belə ulduz qoysaq, digər fayl uzantıları da gələcək. Və D variantındakı səhv isə ümumiyyətlə həmişə sual olan yerdə problem olur. D variantındakı səhv deməli, D variantındakı səhv nədir? L-lə bitən deyir də. Axı, ulduz qoyub başqa bir şeylə də bitə bilər. Amma ən doğru variant burada nədir? A variantıdır. 23-cü suala baxırıq. Fayl adında hansı işarəyə icazə verilmir? Təbii ki, cavabımız olacaq sual.